Salam əziz şagirdlər. Növbəti video dərsimiz birləşmələr və ehtimal nəzəriyyəsidir. Əvvəlcə baxaq birləşmələr nəzəriyyəsinə. Faktorialdan danışaq. Faktorial 1-dən n-ə qədər olan ədədlərin hasilinə bərabərdir. N faktorialın işarəsi nida formasında çəkilir. 1 vur, 2 vur, 3 vur, 4 vur, 5 vur, n formasında yaza bilərik. 3 faktorial bizə 1 vur, 2 vur, 3. 6-nı, 5 faktorial bizə 1 vur, 2 vur, 3 vur, 4 vur, 5, 120-ni və yaxud da 9 faktorial 1-dən 9-a qədər olan ədədlərin hasilini verir. Biz 9 faktorialı 1-dən 9-a qədər olan ədədlərin hasili formasında da və yaxud da ki da biz onu 7 faktorial vurulsun 8 vur 9 kimi, 6 faktorial vurulsun 7 vur 8 vur 9 kimi və yaxud da 8 faktorial vurulsun 9 kimi də ifadə eləyə bilərik. N faktorialı, məsəl üçün hərflərlə olduğu zaman isə n-1 faktorial vurulsun n və yaxud da n-2 faktorial vurulsun n-1 vurulsun n şəklində yaza bilərik. Keçək digər misallara baxaq, nümunələrə. 6 faktorial çıxılsın 5 faktorial bölünsün 7 faktorial. Deməli, 6 faktorial çıxılsın 5 faktorialı hesablayıb çıxıb yazmaqdansa ən səmərəli üsul ortaq vuruğu mötərizə xaricinə çıxartmaqdır. 6 faktorial bizə 5 faktorial vurulsun 6-nı verir, çıxılsın 5 faktorial. Böl 7 faktorial. 5 faktorialı ortaq vuruq olaraq mötərizə xaricinə çıxartsaq qalacaq 6 minus 1 bölünsün 7 faktorial. 5 faktorial vurulsun 5. 7 faktorialı isə 5 faktorial vur 6 vur 7 kimi yazsaq onlar ixtisar olunacaq və qalacaq cavab 42-də 5. 4 faktorial çıx 1, 4 faktorial üstəgəl 1 bölünsün 25-ə. 4 faktorial bizə verəcək 24-dür. 24-dən 1 çıxanda 23, 24-ün üzərinə 1 gələndə 25. Bölünsün 25, 25-lər ixtisara gedir, qalır cavab 23. Keçək digərinə. 2n topla 2 faktorial vurulsun n-1 faktorial böl 2n faktorial vurulsun n topla 1 faktorial. Hər birini özünə uyğun olaraq böyüyünü kiçiyinə gətirəcəyik. Nə deməkdir bu? 2n topla 2-ni 2n-ə uyğun yazacağıq. Yəni 2n faktorial vurulsun 1 vahid artıracağım. 2n topla 1 vurulsun 2n toplanılsın 2 böl 2n faktorial. Daha sonra n topla 1'i də n-1'ə uyğun gətirəcəyik. n-1 faktorial vur n vurulsun n topla 1. Surətdə də n-1 faktorial. Bunu faktorial kimi görərsiniz. n-1 faktorial. İxtisarlarımızı eləyək. Bu ilə bu getdi. Bu ilə də bu ixtisar olundu. Geriyə qalanları yazaq. 2n topla 1 vurulsun. 2n topla 2-dən 2-ni ortaq vuruq çıxardıb yazaq. 2n 2 vurulsun n topla 1. Məxrəcdə n vurulsun n topla 1. n topla 1-lər ixtisar olunacaq. 4n toplanılsın 2 bölünsün n qalır. Daha sonra yadınızda saxlayın ki, faktorialda həmişə 0 faktorialı 1 olaraq qəbul eləyəcəyik. Keçək permutasiya yer dəyişməyə. N elementli çoxluğun elementlərinin hamısından istifadə edərək onların müxtəlif nizamlanmış düzülüşlərini tapmağa permutasiya yer dəyişmə deyilir. P n-dən n kimi işarə olunur və n faktoriala bərabərdir. Məsələn, nümunələrə baxaq. 1, 2, 3 rəqəmlərinin permutasiyalarını istəyirsə əgər bizdən olacaqdır. 1, 2, 3, yəni məsələn, ədəd düzəltməyimizi istəyirsə 123, 132, 213, 231 və yaxud da 321, 312. 1, 2, 3 rəqəmlərinin permutasiyaları bizə 6 dənə bu ədədləri verəcək. 5 nəfərin bir sırada neçə cür düzülə biləcəyini tapmaq üçün biz P 5-dən 5 faktorial kimi hesablamalıyıq və o da bizə 120-yə bərabər olacaq 120 üsula. Keçək digər nümunəyə. Emin, Rəşid, Yusif, Ziya, Əli, Bilal və Murad bir sırada durublar və şəkil çəkdirməlidirlər. Yusif, Əli, Bilalın yanaşı durması üçün neçə mümkün hal var və onunla uyğun neçə şəkil çəkilə bilər? Deməli, Yusif, Əli, Bilal, bunların üçü yanaşı durmalıdırlarsa, onlara bir nəfər kimi baxırıq. Geriyə qalan uşaqlar Emin, Rəşid, daha sonra Ziya və Murad.
1, bu 3-nə 1 nəfər kimi baxsaq, 2, 3, 4, 5. Deməli, 5 nəfər kimi qəbul eləyəcəyik. 5 faktorial. Bir də bizə tapşırmayıb ki, Yusif, Əli, Bilal yalnız bu formada düzülsünlər. Onlar öz aralarında da yer dəyişə bilərlər. Ona görə də o da 3 faktorial olacaq. 5 faktorial vur 3 faktorial. O da eləyəcək 120 vurulsun 6, 720. P7-dən 7 çıxılsın P5-dən 5 bölünsün 5 faktorial. P7-dən 7 bizə verir 7 faktorial çıxılsın 5 faktorialı bölünsün 5 faktorial. Bu da bayaq işlədiyimiz misal kimi ortaq vurğu mötərizə xaricinə çıxartmaqla həll olunacaq. 7 faktorialı yazacağıq uşaqlar. Deməli 5 faktorial vurulsun 6 vurulsun 7 çıxılsın 5 faktorial. Böl 5 faktorial. O da bərabərdir. 5 faktorialı ortaq vuruq çıxartsaq, qalacaq 6 vur 7, 42, çıx 1. Böl 5 faktorial. Bunlar getdilər, qaldı 41. Keçək digərinə. Permutasiya yerləşdirmə. N elementli çoxluğun K sayda elementindən düzələn və elementlərinin nizamına və düzülüşünə görə fərqlənən alt çoxluqlarının sayına deyilir. P N-dən K kimi işarə olunur və N faktorial bölünsün N minus K faktoriala bərabərdir. Məsələn, permutasiya 7-dən 2-ni tapmaq lazımdırsa, 7 faktorial bölünsün 5 faktorial olacaq. O da bərabərdir. 5 faktorial vur 6 vur 7 bölünsün 5 faktorial. 5 faktoriallar gedir və cavab qalır 42. Məsələn, başqa bir nümunəyə baxaq. P n topla 2-dən n topla 2 bölünsün P n topla 1-dən n topla 1 bərabərdir 4n minus 7. Əslində bu nümunəni daha yuxarıda da yazmaq olardı. Yəni permutasiya yeri dəyişmədə də yaza bilərdik. Eybi yox. N topla 2-nin faktorialı olacaqdır. Çünki hər iki tərəf eynidir. Bölünsün n topla 1-in faktorialı bərabərdir 4n minus 7-yə. Böyük ifadəni kiçiyinə gətirəcəm. Yazacağıq n topla 1 faktorial vurulsun n topla 2 bölünsün n topla 1 faktorial. Bunlar ixtisar olunacaqdır 4n minus 7. N topla 2 bərabərdir 4n minus 7-yə. Mənfi 3n bərabərdir mənfi 9-a. N də bərabərdir 3-ə. P x minus 1-dən 2-yə bərabərdir 2x minus 2-yə. Yuxarıda yazacağıq. Permütasiyaya ehtiyac yoxdur artıq. X minus 1 faktorial bölünsün. X minus 1-dən 2-ni çıxacağıq. X minus 3 faktorial bərabərdir 2x minus 2-yə. Sadələşdirək. Böyüyünü kiçiyinə gətirəsiyik. X minus 3 faktorial vurulsun. X minus 2 vurulsun. X minus 1. Burada yerləşdirə bilmədik. Gəlin uşaqdan yazaq. Deməli, x minus 3 faktorial vurulsun. X minus 2 vurulsun. X minus 1. Bir vahid artırırıq özünə gətirib çatdırana qədər. Faktoriallarımız getdilər və geriyə qalanları vurub açıb sadələşdirib yazaq. X-i x-ə vuranda x kvadratı çıxılsın. X çıxılsın. 2x topla 2 bərabərdir 2x minus 2-yə. Tənliyi hamısını sol tərəfə keçirək. X kvadratı çıxılsın. 5x üstə gəl 4 bərabərdir 0-a və toplayanda 5 vuranda 4 eləyən ədədlər 1 və 4-dür. Sadəcə olaraq 1 yaza bilməyəcəyik. Çünki 0-dan 2 ola bilməz. Ona görə də cavab olacaq 4. 1 isə kənar kökdür. Digər nümunəyə baxaq. Permutasiya 7-dən 4 bölünsün 7 vurulsun. Permutasiya 3-dən 3 plus permutasiya 8-dən 3 bölünsün. Permutasiya 4-dən 4. Gedək kənarda 7-dən 4-ü tapaq. 7 faktorial bölünsün 3 faktorial. O da olacaqdır. 3 faktorial vurulsun. Deməli 4 vur, 5 vur, 6 vur, 7 bölünsün 3 faktorial. Bunlar getdilər. Qalanları yazaq. Surətdə. Deməli 4 vur, 5 vur, 6 vur, 7. Məxrəcdə 7 vurulsun 3 faktorial. 3 faktorial da bizə 6-nı verir. Bu ilə də bu ixtisar olunacaq. Üstə gəl. 8-dən 3-ü tapaq. 8-dən 3 bizə verəcək 8 faktorial bölünsün 5 faktorialı. Deməli 5 faktorial vur, 6 vur, 7 vur, 8. Bunlar ixtisar olundu. Qaldı 6 vur, 7 vur, 8. 4 faktorial isə bizə 24-ü verəcək. 6 ilə 24 gedir, qalır burada 4. 4 ilə də 8 gedir, 2.
Deməli, 4 vur 5, 20, 7 vur 2 isə 14, 20 üstə gəl 14-də 34-ə bərabərdir. Keçək kombinezona. N elementli çoxluğun K sayda elementindən düzələn və elementlərin müxtəlifliyinə görə fərqlənən alt çoxluqlarının sayına kombinezon deyilir. Kombinezon N-dən K-ya bərabərdir. N faktorial bölünsün. N minus K faktorial vurulsun K faktoriala. Gedək hesablayaq. P 4-dən 4 bizə verəcək 4 faktorialı, yəni 24-dür. 24-dən 6 çıxsaq eləyəcək 18. Vurulsun X bərabərdir. Kombinezon 10-dan 2-ni hesablayaq. 10 faktorial bölünsün 8 faktorial vurulsun 2 faktorial. 10 faktorialı yazacağıq. 8 faktorial vur 9 vur 10. 8 faktorial vurulsun 2. 45 eləyəcək. 18 vurulsun x bərabərdir. 45-dirsə x da 45 bölünsün 18-ə. 9-a böləndə 2, 9-a böləndə 5. X də bərabərdir 2,5. Keçək digər nümunəyə yazaq. 2 vurulsun kombinezon N-dən 2 çıxılsın N-dən 1 minus 15 bərabərdir 0-a. Deməli 2 vurulsun N faktorial böl N minus 2 faktorial vurulsun 2 faktorial. Çıx. N-dən 1 xassədir. Birazdan da qeyd eləyəcəyik. Kombinezon N-dən 1 N-ə bərabərdir. Minus 15 kiçikdir 0-a. Bu formada da yazsaz görəcəksiniz zaten. 2 faktorialla 2 gedir. N faktorialı N minus 2 faktoriala gətirək. Yazacağıq uşaqlar. N minus 2 faktorial vurulsun. N minus 1 vurulsun. N böyüyünü kiçiyinə gətirərək sadələşdiririk. N minus 2 faktorial. Bunlar getdi çıxılsın. N çıxılsın 15 kiçikdir 0-dan. Vurub açaq. N kvadratı çıxılsın. N çıxılsın. N çıxılsın. 15 kiçikdir 0-dan. N kvadratı çıx. 2N çıxılsın. 15 kiçikdir 0-dan. N 5, 3. Çarpaz vurub toplayanda mənfi 2N olması üçün verdik mənfini buna. N minus 5. N topla 3 kiçikdir 0-dan. Ədəd oxunu çəkirik. Deməli, mənfi 3, 5, interval, müsbət, mənfi, müsbət işarələri təyin elədik. 0-dan kiçik aralıq olacaqdır mənfi 3, 5 aralığı. Lakin bizim kombinezonumuz mütləq bu hissəsində duran ədədlər mənfi ola bilməz. Sağ tərəfdəki ədəddən kiçik ola bilməz. Ona görə də mənfi 3, 5 aralığı yox da 2, 5 aralığını götürəcəyik. 2, 5 aralığını götürəcəyik. Daha sonra isə keçək digər nümunəyə. 0-dan 9-a kimi olan çoxluğun 3 elementli neçə alt çoxluğu var? Əgər ədəd düzəltmək istəyib, 3 elementli alt çoxluqlarını düzəltmək istəyiriksə, biz kombinezondan istifadə edəcəyik. 0-dan 9-a kimi 10 rəqəm var. Kombinezon 10-dan 3-ə bərabərdir. 10 faktorial bölünsün 3 faktorial vurulsun 7 faktorial. 10-u parçalayaq. Deməli 7 faktorial vurulsun 8 vur 9 vur 10 bölünsün 7 faktorial vurulsun 6-ya. Bunlar getdi. 3-ə böləndə 2, 3-ə böləndə 3. Deməli 2 ilə də 8 ixtisar olunacaq, 4 qalacaqdır. Geriyə qalan da olacaqdır 120. Deməli 120 ədəd, 120 dənə alt çoxluq düzəltmək olar. Təpələri verilən nöqtələrdə olan neçə qabarıq 4 bucaqlı çəkmək olar? Deməli 4 bucaqlını çəkməkdən ötürü biz 2-3 dənə nöqtə yuxarıdan, 1 nöqtə aşağıdan götürə bilmərik. Çünki bu zaman 3 bucaq almış olacaqdır. 2 nöqtə yuxarıdan, 2 nöqtə aşağıdan götürməliyik. 4 dənə nöqtəmiz var. 4 dənə nöqtədən ikisini seçdik. Aşağıda 5 nöqtəmiz var. 5-dən də ikisini seçdik. Bu 1 4 bucaqlı üçün olduğuna görə onları bir-birinə vuracağıq. Kombinezon 4-dən 2 olacaqdır. 4 faktorial bölünsün 2 faktorial vur 2 faktorial. Yəni 24 bölünsün 4, 6. Kombinezon 5-dən 2-ni hesablayaq. 5 faktorial bölünsün 3 faktorial vur 2 faktorial. O da eləyəcək, deməli 3 faktorial vurulsun 4 vur 5, 20-ni də 2-yə böləndə 10. 6 vurulsun 10, 60. 60 ədəd 4 bucaqlı düzəltmək mümkündür. Kombinezonun xassələrindən danışaq. Deməli, kombinezon N-dən 0 və yaxud da N-dən N həmişə 1-ə bərabərdir. Məsələn, 8-dən 0 və yaxud da 8-dən 8 formada misal qarşınıza çıxsa, cavabına birbaşa 1 yaza bilərsiniz. Kombinezon N-dən 1 və yaxud da kombinezon N-dən N-1. Yəni, məsəl üçün, kombinezon 8-dən 1 və ya kombinezon 8-dən 7 bizə verəcəkdir elə 8-in özünü.
Kombinezon n-dən k, kombinezon n-dən n-k-yə bərabərdir deyir. Yəni, məsəl üçün, 8-dən 5 ilə 8-dən 3 bir-birinə bərabərdir. Eyni ifadələri bir-birinə gətirir. 4-cü xəstəmizə aid də bir dənə sual uyğunlaşmanın içərisində olacaqdır. Kombinezon n-dən k-ya üstəgəl kombinezon n-dən k-1-ə sol tərəfin uşaqlar bir vahid artırırıq. Sağ tərəfdəki isə qiymətin böyük olanını seçirik. Daha sonra isə mən sizə gəlin kombinezon və permutasiyanı necə fərqləndirə bilərsiniz, ondan danışım. Deməli, məsəl üçün uşaqlar, bizə 1, 2, 3 ədədləri verilib və bizdən bu 3 ədədin bir permutasiyasını, bir də kombinezonunu tapmağını tapşırıb. Permutasiya yerləşdir. Məsəl üçün, permutasiya 3-dən 2-dir. Elə deyil, 3 faktorial bölünsün. 3 minus 2 faktorial, yəni 1 faktorial 6-ya bərabərdir. Kombinezon 3-dən 2 isə bərabərdir 3-ə. Deməli, məsəl üçün, permutasiyalarını düzəldəcəyiksə, biz bunların 12, 21, 13, 31, 23, 32 formasında yaza bilərik. Kombinezonda isə 1 və 2-ni artıq bir dəfə seçdiksə, ikinci artıq onları seçə bilmirik. 1, 2, daha sonra 1, 3 və 2, 3. Kombinezonla permutasiyanın fərqi ondadır ki, kombinezonda eyni şeyi 2 dəfə seçmək mümkün deyil. Fərqli 2 şeydən istifadə olunur. Yəni, müxtəlif olmalıdır elementləri. Amma permutasiyada ola bilər. Məsəl üçün, gəlin belə bir nümunə göstərim sizə. Bir sinifdə 8 nəfər şagird var. Bu 8 nəfər şagirddən biz gəlin bir dəfə seçək 2 nəfər növbətçi, bir dəfə də seçək bir növbətçi, bir təmizlikçi. Əgər hər ikisi növbətçidirsə, o zaman burada kombinezondan istifadə eləməliyik. Çünki, məsəl üçün, tutalım, Tural, digər də olsun Ayşə. Turalla Ayşə növbətçi seçdimsə, artıq ikinci dəfə onları bir də seçə bilmərəm. Çünki hər ikisi zaten növbətçidir. Amma növbətçi və təmizlikçi olduğu zaman Turalla Ayşəni 2 dəfə hallandıra bilərik. Tural növbətçi olar, Ayşə təmizlikçi və yaxud da Ayşə növbətçi olar, Tural təmizlikçi. Ona görə də 2 fərqli cür istifadə edə biləcəmsə bu permutasiyadır. Ancaq yox, yalnız biz onlardan bir dəfə istifadə edəcəyiksə, bir üsul olaraq seçə biləriksə, bu kombinezondur. Məsələlərdə əgər bizə verilən elementlərdən alt çoxluqların sayını düzəltməyimizi istəyirsə, bu kombinezondur. Ancaq ədəd düzəltməyimizi istəyirsə, ədədlərin düzəlməsi permutasiyadır. Və yaxud da ki, 2 nöqtədən bir düz xətt keçiririksə, bu kombinezondur. Vektor qururuqsa permutasiyadır. Çünki vektorun biz bilirik ki, 2 nöqtədən biz 2 formada vektor çəkə bilərik. Sağa və sola. Onların yönləri fərqli olduğuna görə 2 fərqli üsulda istifadə eləmək mümkündür. Daha sonra isə deməli, bizə burada verilən məsələlərdə yadınızda saxlayın ki, əgər dəyirmi masa məsələləri varsa, dəyirmi masa arxasında insanlar n-1 faktorial sayda üsulda otura bilərlər. Və yaxud da ki, əgər bir-birinə foto şəkil vermək, bir-birinə hədiyyələşmək və salamlaşmaq məsələləri ilə rastlaşsaz, onları n vurulsun, n çıx 1 qaydasından istifadə edərək tənlik qurmaqla məsələni həll eləmək mümkündür. İndi isə gəlin keçək ehtimal nəzəriyyəsinə. Deməli, təcrübənin, sınağın, müşahidənin nəticəsinə biz hadisə deyirik. Bizim hadisələrimiz 3 yerə ayrılır. Mümkün olmayan hadisə, təsadüfi hadisə, yəqin hadisə. Mümkün olmayan hadisə odur ki, burada baş verməsi mümkün deyil heç bir hadisənin. Tutalım deyirəm, riyaziyyatdan götürsək, ondan kiçik 2 rəqəmli ədədlər çoxluğu mümkün deyil. Ona görə də bu hadisəyə mümkün olmayan hadisə deyirik. Təsadüfi hadisə baş verib verməməsi əvvəlcədən məlum olmayan hadisədir. Tutalım, bir zəratlıqda üst-üzə düşən xalın 3 olması hadisəsi. Biz bunun baş verib verməyəcəyi haqqında heç bir məlumatımız yoxdur. Ona görə də biz bunu təsadüfi hadisə deyirik. Yəqin hadisə isə baş verməsi mütləq olan hadisədir. Məsələn, bir zər atıldıqda üst-üzə düşən xalın hər hansı bir ədəd olması. Hər hansı bir ədəd düşəcəyi üçün normal olaraq yəqin hadisə qəbul olunur. Və hadisələr 2 yerə ayrılır. Uyuşan və uyuşmayan hadisələr. Əgər tutalım, uyuşan hadisələr hansı formada olacaqdır? Dəmir, pul və zər atıldıqda pulda qeyb zərdə 4 xalının düşməsi hadisəsi. Biz bu hadisəyə uyuşan hadisə deyəcəyik. Uyuşmayan hadisə isə bir zər atdıqda üst-üzə düşən xalın 3 və yaxud da 5-inin düşməsi hadisəsi. Biz buna uyuşmayan hadisə deyəcəyik. Asılı və asılı olmayan hadisələr. Asılı hadisələr nədir? Bir
hadisənin baş verməsi digər hadisənin baş verməsinə təsir edirsə, o zaman biz buna asılı, əgər hər hansısa bir hadisənin A hadisəsinin baş verməsi B hadisəsinin baş verməsinə təsir etmirsə, o zaman biz buna asılı olmayan hadisə deyəcəyik və bunları keçək indi ehtimal hissəsinə. Ehtimal nədir? Ehtimal əlverişli halların sayının mümkün halların sayına olan nisbətidir və yəqin hadisənin ehtimalı həmişə P hərfi ilə işarə olunur bu arada. Yəqin hadisənin ehtimalı həmişə 1, təsadüfi hadisənin ehtimalı 0,1, mümkün olmayan hadisənin ehtimalı isə həmişə 0-a bərabərdir. Gəlin bir neçə nümunəyə baxaq. A çoxluğunun elementlərinin sayı 23, B-nin elementlərinin sayı 11-dir. Onların ortaq elementlərinin sayı 4-dür. Bu çoxluqların birləşməsindən təsadüfən götürülən bir elementin ortaq element olması ehtimalını tapın. Deməli, A və B çoxluqlarından və ümumi elementlərinin sayı 23-dür. A-nın daha doğrusu elementlərinin sayı 23, B-nin elementlərinin sayı 11, ortaq elementlərinin sayı 4-dür. Ortaq hissəyə 4, A 23-dürsə bura 19, B 11-dirsə bura 7 element düşəcək. Bu çoxluqların birləşməsində bizim olacaq 30 elementimiz və bizdən istədiyi nədir? Bir elementin ortaq element olması. P bərabərdir. Əlverişli halların sayı bizdən istəniləndir. Mümkün halların sayı isə ümumidir. Ümumi 30 elementimiz var. Bizdən istənilən ortaqda 30-da 4. İxtisar eləsək 15-də 2-yə bərabərdir. İlk 14 natural ədəddən təsadüfən seçilmiş birinin sadə ədəd olması ehtimalını tapın. İlk 14 ədəddən sadələrini sayaq. 2, 3, 5, daha sonra 7, 11 və 13. 2, 3, 5, 7, 11, 13. 6 ədəd sadə ədədimiz oldu. 14-də 6 ixtisar elədik. 7-də 3-ə bərabər olacaq. B bəndi. Mahnı müsabiqəsində 50 nəfər iştirak edir və iştirakçılar ardıcıl olaraq 1-dən 50-yə qədər nömrələnir. Çıxış etmə növbələri püşkətmə yolu ilə təsadüfi qaydada müəyyən edilir. Müsabiqədə çıxış edən Tunarın növbəsinin 7-yə bölünən cüt ədəd olması ehtimalını tapın. Deməli, 50 nəfərin içərisində 7-yə bölünən cüt ədədləri tapmaq lazımdır. Bunlar olacaqdır 14, 28 və 42. Deməli, Tunar yalnız bunlarda iştirak eləyə bilər. O da 50-dən 3, 100-də 6, yəni bizdən cavabı onluq kəsir şəklində istəyirsə, cavab 0,6-ya bərabər olacaq. Sonra keçək digər nümunəyə. Qutuda 5 qırmızı, 7 yaşıl, 8 qara kürəcik var. Təsadüfən çıxarılan bir kürəciyin qırmızı və ya yaşıl rəngli olması ehtimalını tapın. Deməli ki, bizim ümumi kürələrimizin sayı 20-dir. 20-dən qırmızıların sayı 5-dir, yaşılların sayı 7 və ya sözünü gördüyümüz zaman biz ehtimalları toplayacağıq. 20-də 5 üstə gəl 20-də 7, 20-də 12-yə bərabərdir. İxtisar eləsək 10-da 6, yəni 0,6-ya bərabərdir. Keçək digər nümunəyə. A, B, C, D, E, F nöqtələri bir düz xətt üzərindədir. Bu nöqtələrdən təsadüfən seçilən 2 nöqtədən yalnız birinin çevrəyə aid olması ehtimalını tapın. Deməli, biz ehtimal məsələlərində 2 və 2-dən artıq nəsə seçiriksə kombinzondan istifadə edəcəyik. 6 nöqtəmiz var. Kombinzon 6-dan 2 mümkün halların sayı aşağıda yazılır. Daha sonra isə yalnız bir nöqtəsi çevrə üzərindən götürülməlidir. Çevrənin üzərində 2 nöqtəmiz var. 2-dən 1 vurulsun. Digər nöqtələrimiz kənarda 4 dənədir. 4-dən 1. O da bərabər olacaq. 2-dən 1, 2, 4-dən 1 də 4. 6-dan 2 isə 15-ə bərabərdir. 15-də 8. 6 dosent və 5 professor arasından təsadüfən seçilən 3 nəfərin ikisinin dosent, birinin professor olması ehtimalını tapın. P bərabərdir. Bizim 11 nəfər iştirakçımız var. Onlardan seçməliyik 3-ünü. Kombinzon 11-dən 3 aşağıda yazılacaq. 3 nəfərdən ikisinin dosent, deməli kombinzon 6-dan 2 vurulsun. Birinin professor, yəni 5-dən 1. 6-dan 2 verəcək bizə uşaqlar 15-i, 5-dən 1 verəcək bizə 5-i. Kombinzon 11-dən 3-ü kənarda hesablayaq istəsəz 11 faktorial bölünsün 8 faktorial vurulsun 3 faktorial. O da olacaqdır 8 faktorial vur 9 vur 10 vur 11 bölünsün 8 faktorial vur 6. Bunlar ixtisar olundu. 3-ə 2,
3'ə 3, 2 ilə də 10 getdi, 5. 15 vurulsun 11. 15'lər ixtisar olunacaq, 11'də 5 qalacaq. Daha sonra 3 oğlan ve 2 kız təsadüfi olarak bir sıraya düzüldükdə bütün oğlanların yan-yana durması hadisəsinin ehtimalını tapın. Deməli, bizim 5 nəfər şagirdimiz var. Bunlar hamısı bir yerdə yanaşı düzülməlidirlərsə, o 5 faktoriyala bərabərdir. 3 oğlan, 2 kız təsadüfi olarak bir sıraya düzülürsə, deməli 3 oğlanların yanaşı durması 3 oğlandır və 3 oğlanın deməli yanaşı durması. Onlara bir nəfər bu kimi baxırıq və 2 qızımız var. O zaman 2 ve 3 faktoriyal vurulsun. Bir de bu 3 oğlan öz aralarında yer değişebildiğine göre vurulsun 3 faktoriyal. O da olacaktı 3 faktoriyal 6 vurulsun 6. 5 faktoriyal ise 120'ye beraberdir. 6 ile 120 ixtisar olunacaq 20'də 6 ve 10'da 3 bərabərdir. Daha sonra isə uşaqlar gəlin bu tipdə misallar uşaqların biraz başlarını qarışdırır. Həmin tipdə misalların həll yoluna baxaq. İki atıcı bir-birindən asılı olmayaraq hədəfə atəş açır. Birinci atıcının hədəfi vurma ehtimalı 0,8, ikinci atıcının hədəfi vurma ehtimalı 0,7 olarsa, atıcılardan heç olmasa birinin hədəfi vurma ehtimalını tapın. Heç olmasa biri dedik. Deməli, bizim birinci burada gəlin qeyd eləyək. Birinci atıcının hədəfi vurma ehtimalı nədir? 0,8. Vurmama ehtimalı isə birinci atıcıda 0,8 ehtimalımız vurmadır. 0,2 ehtimalımız isə vurmamadır. İkincisində isə, ikinci atıcıda isə vurma ehtimalımız 0,7'dir. Vura bilməmə ehtimalımız 0,3'dür. Atıcılardan heç olmasa birinin deyəndə, yəni burada 3 versiya var. Bir dəfə birinci atıcı vuracaq, ikinci atıcı vura bilməyəcək, ikinci dəfə birinci atıcı vura bilməyəcək, ikinci vuracaq, üçüncüdə isə hər ikisi vuracaq. O zaman ehtimalımız birinci misal üçün yazaq. P bərabərdir. Əgər birinci atıcı vursa, ikinci atıcı vura bilməsə, onda 8 vur, onda 3. Üstə gəl. İkinci versiyada deməli ikinci atıcı vursun, onda 7, birinci atıcı vura bilməsin, onda 2. Üstə gəl, eyni zamanda hər ikisi vursun, onda 8 vur, onda 7. Gəlin bunları hesablayaq. %24 üstə gəlinsin, %14 üstə gəlinsin %56. O da eləyəcək %24 ilə 14'ü toplayanda 38, 56 ilə də 38'i toplayanda eləyəcək 56 və 38'i də toplayanda eləyəcək 94. Yəni 0,94. Həmçinin digərində iki atıcı bir-birindən asılı olmayaraq hədəfə atəş açır. Birincinin vurma ehtimalı 0,6, ikincinin vurma ehtimalı 0,9. Hər ikisinin hədəfi vurma ehtimalı olacaqdır 10'da 6 vurulsun 10'da 9. Yəni 54. İki atıcının bir-birindən asılı olmayaraq birinci hədəfə atəş açırlar. Atıcının hədəf vurma ehtimalı 0,4, ikinci atıcının hədəfi vurma ehtimalı 0,8 olarsa, atıcılardan heç birinin hədəfi vurma bilməmə ehtimalı 0,4 vura bilmə ehtimalıdırsa, 10'da 6 vura bilməmədir. 0,8 vurma ehtimalıdırsa, 10'da 2 vura bilməmədir. O da eləyəcək %12, yəni 0,12'ye bərabər olacaq. İki atıcı bir-birindən asılı olmayaraq hədəfə atəş açır. Birincinin vurma ehtimalı 0,3, ikincinin vurma ehtimalı 0,7 olarsa, birincinin hədəfi vurması, ikincinin hədəfi vura bilməməsi. Deməli, 10'da 3 vurulsun. İkinci vura bildiği 10'da 7'dirsə, vura bilməmə ehtimalı da 10'da 3'dür. O da eləyəcək %9. Bu tipdə həll olunacaq. Gəlin indi danışaq zər məsələlərindən. Əgər bizim bir zərimiz varsa, bir zər atıldıqda mümkün halların sayı olacaq 6. 2 zər atıldıqda mümkün halların sayı olacaqdır 36. 3 zər atıldıqda olacaqdır 216. Bu 6'nın qüvvətləri formasında davam edir. Yəni bir zər atılanda 6 üstü 1, 2 zər atılanda 6 üstü 2, 3 zər atılanda 6 üstü 3'e bərabərdir. En sayda atılarsa 6 üstü en sayda deməli mümkün halların sayı vardır. Gəlin zər məsələlərinə nümunələr yazaq. Bir zər atıldıqda üst üzə düşən halın 5 və yaxud da 1 olması ehtimalı. Deməli bizim mümkün hallarımızın sayı 6'dır. 5 olması üçün 6'da 1,
1 olması üçün də 6-da 1-dir. Və ya sözünü hansı ehtimal məsələsində görürsünüzsə, o zaman o ehtimallar toplanılır. 6-da 2 və o da bərabərdir 3-də 1-ə. Digər bir versiyaya baxaq. Bir zər atıldıqda üst üzə düşən xalın cüt ədəd olması ehtimalı. Məsələn, bir zər atıldıqda üst üzə hansı cüt ədədlər düşə bilər? 2-dir, 4-dür, 6-dır və o da bərabər olacaq 6-da 3, yəni 2-də 1-ə. 2 zər atıldıqda mümkün halların sayı 36-dır. Mən onları sizin üçün yazmışam, vaxt getməsin deyə əvvəlcədən. 1, 1, 1, 2, 1, 3 bu formada 6-ya kimi eyni qaydada davam eləyir. Və sizin qarşınıza 2 zər atıldığı zaman mümkün halların sayı olaraq bu gözünüzün qarşısında canlanmalıdır. Bir neçə nümunəyə baxaq. 2 zər atıldıqda üst üzə düşən xalların cəminin 7 olması ehtimalı P bərabərdir. 36 mümkün halların sayıdır da birbaşa yazırıq məxrəcdə. 7 olması üçün 1, 6, daha sonra 2, 5, daha sonra 3, 4, daha sonra 4, 3, 5, 2 və 6, 1 götürüləcək. 6 dənə əlverişli hal var. O da ixtisar eləsəm 6-da 1-ə bərabərdir. Və yaxud da ki, 2 zər atıldıqda üst üzə düşən xalların qoşa olmaması, eyni olmaması ehtimalı. Bizim qoşa olan 6 dənə cütümüz var. 1 qoşa, 2 qoşa, 3 qoşa, 4 qoşa, 5 qoşa və 6 qoşa. Onların ola bilməməsi ehtimalı. O zaman 36-dan 6-sı qoşadırsa, geriyə qalan 30 dənəsi qoşa deyil. P bərabərdir 36-da 30-a ixtisar eləsək 6-ya, 6-da 5 olacaq. Daha sonra və yaxud da üst üzə düşən xalların cəminin cüt ədəd olması, hasilinin cüt ədəd olması, o zaman bir-bir bütün halları yoxlayırıq. Daha sonra isə əlverişli hal olaraq surətdə, aşağıda isə mümkün halların sayı həmişə 36 olaraq qalacaq. Və yaxud da zər məsələsi ilə dəmir pul məsələsini eyniləşdirib yaza bilərlər. Bir əlimizdə dəmir pulda zər tutmuşuq. Atdığımız zaman dəmir pulda xəritə üzünün zərdə 2 xalının düşməsi ehtimalını tapın. Deməli, dəmir puldakı uşaqlar xəritə üzü, 2 üzümüz var, bir üzündə xəritə var. Daha sonra isə ikincisi əlimizdəki zərdə 6-nın üzü var. Ona görə 6-da üst üzə düşən xalın məsəl üçün 3 olması ehtimalını deyirsə, o da 6-da 1-ə bərabərdir və bu ehtimallar bir-birinə vurulur. Asılı olmayan hadisələrdir. Çünki dəmir pulun xəritə düşməsi zərin asılı, belə deyək də, zərdə 3 xalının düşməsinə heç bir aidiyyatı yoxdur. Asılı olmayan hadisə olacaqdır və bir-birinə vurulur. Daha sonra isə gəlin danışaq qutuda verilən şar, top, kürə məsələlərindən. Qutuda olsun 3 yaşıl, 4 qırmızı, 5 sarı kürə var. Bizdən istəyir birinci sadələrindən başlayaq. Çıxarılan kürənin qırmızı olması ehtimalı P bərabərdir 12 kürəmizdən 4-də qırmızıdır. 12-də 4, 3-də 1-ə. İkinci istəsin bizdən çıxarılan kürənin qırmızı və ya sarı olması ehtimalı 12-də 4, üstə gəlinsin 12-də 5, o da olacaq 12-də 9-a. İxtisar eləsək 4-də 3-ə. Üçüncü halda deyə bilər ki, üst üzə düşən xalın seçilən daha doğrusu kürədən ikisinin də yaşıl olması ehtimalı. Bayaq da vurğuladıq ki, ehtimal məsələlərində 2 və daha artıq nəsə seçiriksə, kombinzondan istifadə eləyəcəyik. Kombinzon 12-dən 2 aşağıda, ikisinin də yaşıl olmasını istəmişdirsə, 3-dən 2 də surətdə əlverişli halların sayının içərisində yazılır. Daha sonra deyir ki, seçilən 3 kürədən ikisinin qırmızı, birisinin sarı olması ehtimalı. Deməli, 3 kürə seçmişiksə, kombinzon 12-dən 3 aşağıda yazılır mümkün halların sayı. İkisi qırmızı olmalıdır. Deməli, 4-dən 2 vurulsun. Sarı olmalıdır biri, 5-dən 1-ə. Bunları hesablayıb yerinə qoyub tapa bilərik. Və yaxud da ki, gəlin belə bir misala baxaq. Qutudakı kürələrin sayı eyni formada qalır. Deməli, necədir? 3 yaşıldır.
4 qırmızı və 5 dənə də sarı. Ardıcıl kürələr çıxarılır. Ardıcıl kürə çıxarıldığı zaman mütləq vurğulamalıdır ki, çıxardığı kürəni yerindən geriyə qaytarır, yoxsa kənara qoyur. Bunu vurğuladığı zaman biz məsələni arxasını çox asanlıqla həll edə bilərik. Deyir ki, ardıcıl çıxarılan iki kürədən birincinin yaşıl, ikincinin qırmızı olması ehtimalını tapın. Çıxarılan kürə geri qaytarılmır. O zaman biz əlimizi qutuya saldığımızda ilk dəfə 12 kürəmiz var. Birincinin yaşıl olmağını istəyirsə 12-də 3. Və çıxardığımız kürə geri qaytarılmadığına görə biz ikinci dəfə əlimizi qutuya saldığımız zaman 11 kürə və ikincinin qırmızı olması üçün 11-də 4 formasında yazacağıq. İxtisarlar varsa olunacaq, 11-də 1-ə bərabərdir. Və yaxud da ardıcıl çıxarılan iki kürədən ardıcıl ikisinin də sarı olması ehtimalını tapın. Çıxarılan kürələr geri qaytarılmır. O zaman olacaq 12-də 5 vurulsun. İkinci səfər əlimizi qutuya salsaq 11 dənə, 11-də 4. Çünki sarı kürələrdən birini də götürmüşük. İxtisar da eləyəndə 33-də 5-ə bərabərdir. Ardıcıl çıxarılan 3 kürədən birincinin qırmızı, ikincinin yaşıl, dördüncünün sarı olması ehtimalını tapın və çıxarılan kürə geri qaytarılır deyir. O zaman 12-də 3 vurulsun 12-də 4 vurulsun 12-də 5-ə bərabərdir. İxtisarları eləyib yazsaq 144-də 5-ə bərabər olacaq. Deməli, məsələlərimiz əslində çoxdur, yəni yaza bilərik. Ancaq ümumi formada mən sizə izah eləməyə çalışdım. Ehtimal nəzəriyyəsi və birləşmələr nəzəriyyəsi dərsimiz bu qədər. Sağ olun.